Salam dostlar, bugün biz sizinlə hüceyrənin biokimyası testlərinə baxırıq. Birinci sual, hidor sözünün Yunan dilindən tərcüməsi. Hidor Yunanca su deməkdir. 2. Filios sözü Yunan dilindən tərcüməsi. Hidrofil sözündə filio sevirəm mənasına gəlir. Həmçinin phobos hidrofob sözündəndir. Phobos qorxu, nifrət deməkdir. 4. Zulalın monomeridir. Zulalların monomeri amin turşuları sayılır. Amin turşularından təşkil olunmuşdur. Zulallar təşkil olunub. Çünki zulalların monomeri bayaq dediyimiz kimi amin turşularıdır. Altıncı suala baxaq. Monosaxaridlərdən təşkil olunmayıb. Süd şəkəri disaxariddir. Monosaxaridlərdən təşkil olunub. Selluloza polisaxariddir. Glikogen polisaxariddir. Nişasta polisaxariddir. Yəni, bunlar monosaxaridlərdən təşkil olunub. Amma hemoqlobin zülaldır. Zülallar amin turşularından təşkil olunmuşdur. 7. Nukleotidlərin DNT molekulunun bir zəncirində birləşməsi hansı rabitənin hesabına baş verir? Kovalent rabitə hesabına baş verir. Aşağıdakı amin turşularından hansının tərkibində kükürt atomu var? Burada sistein amin turşusudur. 9-cu sinif biologiya dərsliyində sistein amin turşusunun formulu verilmişdir. Burada qeyd edirəm. NH2 CH COOH yəni bütün amin turşularda bu hissələr var. Onları fərqləndirən məhz radikal hissədir. Sistein amin turşusunun radikalında CH2 SH olur. Sistein amin turşusunun formulu bu cürdür. Burada olan kükürt atomunu görürsünüz. Demək, bunun tərkibində, sisteinin tərkibində kükürt atomu var. Yalnız 2. Onu seçə bilərik. Növbəti suala baxaq. Ribosomun translyasiya baş verən hissəsində eyni zamanda neçə nukleotid yerləşir? Ribosomun translyasiya baş verən hissəsi onun funksional mərkəzidir. Və orada eyni anda 6 nukleotid və ya biz ona 2 triplet də deyə bilərik. 10-cu sualda da 2 triplet cavabını götürür. Hüceyrənin müxtəlif funksiyaları yerinə yetirməsi üçün bilavasitə enerji mənbəyi və hüceyrədə olan universal enerji mənbəyi ATF sayılır. On ikinci suala baxaq. Tərkibində karbon, hidrogen, oksigendən ibarət olan əsas enerji mənbəyi hesab edilən və 1 qramının tam parçalanması zamanı 17,6 kilojul enerji ayıran üzvü maddələr, bunlar karbohidratlardır. Karbohidratların tərkibində bu 3 element olur və 1 qramı da 17,6 kilojul enerji ayırır. 13-cü suala baxırıq. Zülalların dönər denaturasiyası zamanı hansı rabitələr saxlanılır? Dönər denaturasiyada birinci quruluş pozulur.
Birinci quruluşu da əmələ gətirən rabitə peptid rabitəsidir. ATF sintetazanın monomeri. Burada sonluğu görürsünüz ki, aza. Yəni azan bitənlər fermentlər olur. Əksərən ATF sintetaza bir fermentdir. Fermentlər zülal mənşəlidir. Zülalların da monomeri amin turşuları sayılır. 15. Göstərilən maddələrdən hansı zülaldır? Xolesterin lipidlərə aid. ATF kimyəvi tərkibinə görə nukleotid. Glikogen polisaxarid. Dezoksiriboza monosaxarid. Amma ATF sintetaza fermentdir, o da zülal tərkiblidir. 16. DNT molekulunda adeninli nukleotidin miqdarı 20%-dirsə, qalan nukleotidləri necə tapırıq? Biz bilirik ki, DNT-də adenin timinə komplementardır. Bu nə deməkdir? Yəni 20% adenin varsa, 20% də timin var. Cəmi elədik 40%. Biz 100%-dən 40%-ə çıxırıq, yerdə qalır 60%. 60%-i də guanin və sitozin arasında bölüşdürürük. Guanin də sitozinə komplementardır. Demək, 30% guanin düşəcək, 30% sitozinə uyğundur. Demək, 20% timin, 30% sitozin, 30% guanin. B variantı düzgündür. 17-ci suala baxaq. 372 nukleotiddən ibarət olan DNT molekulunda 86 adenin nukleotidi var. Bu molekulda neçə timin, guanin və sitozin azotlu əsaslı nukleotid vardır? Əgər burada 86 adenindirsə, elə 86 dənə də timin olacaq, düzdürmü? Demək, burada C ilə D variantları ola bilməz. Biz 372-dən 2 vur 86 çıxmalıyıq. 2 vur 86 eləyir 172. 372-dən 172 çıxdıqda qalır 200. Bu 200 guaninlə sitozinin payına düşür. Bunun da təbii ki, yarısı 100-ü guanindir, yarısı sitozindir. Cavab E variantı. 18-ci sual. DNT molekulu 24.000 nukleotiddən təşkil olunur. Nukleotidlərin ümumi sayının 8.000-i timinli nukleotidlərin payına düşdüyünü nəzərə alıb, sitozinli nukleotidlərin sayını təyin edin. 24.000-dən 8.000 timindirsə, 8.000 də adenindir. 24.000-dən çıxıram, 2 vur 8.000-i. 24.000 2 vur 8.000 eləyir 16.000. $24.000-dən 16.000 çıxdıqda qalır 8.000. Bu 8.000-in 4.000-i timinin payına düşəcək, 4.000-i guaninin. Bizdən də sualda, daha doğrusu 4.000-i sitozinin, 4.000 guaninin payına düşəcək. Bizdən də sitozinli nukleotidi soruşduğuna görə 4.000 düzgün cavabdır. 19-cu suala baxaq. Yəni bu hissələri biraz silək. 19. Polimer birləşmələri müəyyən edin. A variantında nukleotidlər monomerdir. Onlar nuklein turşularının monomeridir. B variantında yenə nukleotidlər var. Onlar monomerdir. C-də zülal polimerdir.
glikogen polisaxariddir, polimerdir, selluloza polisaxarid polimerdir, DNT nuklein turşularda polimerdir. Bu düzdür. D variantında glukoza monosaxariddir, monomerdir. Y-də amin turşuları monomerdir. 20-ci suala baxırıq. Nukleotidin tərkibinə daxildir. Bir nukleotidin tərkibində azot əsası, karbohidratı və orta fosfat turşusu var. Yəni amin turşu nukleotidin tərkibində yoxdur. B variantı azot əsas, karbohidrat, orta fosfat turşusu qalığı bəli budur. C-də polisaxarid, lipid nukleotidin tərkibində yoxdur. Eyni ilə də D-də lipid, fosfobirləşmə. E variantında zülal ola bilməz. 21. DNT molekulundakı pentozanın sayı bu molekuldakı hansı birləşmənin sayına bərabərdir? DNT molekulu nukleotidlərdən təşkil olunur. Hər bir nukleotidin azotlu əsası var, bir dənə şəkəri var, pentozası, bir dənə də orta fosfat turşusu qalığı var. Pentozanın sayı demək orta fosfat turşusu qalığının sayına bərabərdir. (22)yə baxırıq. Nukleotidlərin DNT və ya RNT-yə aid olmasını müəyyən etmək olar. DNT-nin nukleotidində karbohidrat dezoksiribozadır, RNT-də ribozadır. Yəni bunlar karbohidratın quruluşuna görə bir-birindən fərqlənir. 23. Hansı mülahizə yanlışdır? RNT-nin monomeri nukleotiddir. Bəli, RNT, DNT ikisi də nuklein turşusudur. Nuklein turşularının monomeri nukleotidlər sayılır. A, B düzdür. Hər bir nukleotidin tərkibində karbohidrat olur. Təbii ki, olur, düzdür. Hər bir nukleotid 4 azotlu əsasdan təşkil olunmuşdur. Hər bir nukleotid 4 azotlu əsas yox, hər bir nukleotidin tərkibində bir azotlu əsas var, bir karbohidrat var, bir orta fosfat turşusu qalığı var. Yəni bu variant B variantı səhvdir. 24. Nuklein turşusunun bir molekulunda ola bilər. Nuklein turşusu bu ya DNT-dir, ya da RNT-dir, düzdürmü? Yəni iki növ nuklein turşusu var. DNT, bir də RNT. İndi baxaq, bunların bir hansıdır bilinmir. Bir molekulunda ola bilər. Dezoksiriboza varsa bu DNT-dir. Amma DNT-də urosil olmur. Demək bunlar ola bilməz. Riboza varsa bu RNT-dir. RNT-də timin olmur. Ola bilməz. Riboza varsa bu RNT-dir. RNT-də urosil azotlu əsası var. Bəli, ola bilər. Bir də timin, urosil. Timin DNT-nin azotlu əsasıdır. Urosil RNT-nin bir yerdə olmaz. Ya da dezoksiriboza DNT-nin karbohidratıdır. Riboza RNT-nin karbohidratıdır. Bunlar da bir yerdə ola bilməz. 25-ə baxaq. Latın mənşəli nukleus sözü nüvə deməkdir. Yunanca soruşsaydı, Yunanca karyon nüvə deməkdir. Biokimya elmi öyrənir. Biokimya burada kimya sözü görürsünüz, düzdürmü? Yəni canlıların kimyəvi tərkibini öyrənir. Və onlarda baş verən kimyəvi prosesləri öyrənir. B variantı. 27. İki fərqli zülal üçün verilənlərdən hansı mütləq fərqlidir? Biz bilirik ki, zülalları cəmi 20 növ amin turşu əmələ gətirir. Və bu 20 növ amin turşular təbii ki, müxtəlif ardıcıllıqla birləşir və fərqli zülalları əmələ gətirir. Yəni, ola bilər ki, A zülalının tərkibində də, məsələn, 40 amin turşu var, B zülalında da 40 var. Demək, bunların peptid rabitələri 39-dur, ikisində də bərabər.
Ola bilər A zülalında 40 ədəd amin turşu elə 20 növ hamısı iştirak edib. B zülalında da 40 ədəd amin turşudan 20 növü hamısı var. Amin turşuların sayı da məsələn dedik ki, eyni ola bilər, amma onlar fərqli ardıcıllıqla zəncirə birləşirlər. Ona görə də fərqli zülalları əmələ gətirirlər. Sintez olunan su molekullarının sayı elə peptid rabitələri əgər eynidirsə, sintez olunan su molekulları da eyni ola bilər. Yəni bu bir ehtimal da ola bilər. Hansı karbohidratlar eyni bir canlıda ola bilməz? Xitin göbələkdə var, glikogen də həmçinin var. Xitin həşəratda var, glikogen də həmçinin var, ola bilər. Selüloza bitki karbohidratıdır. Bitkilərdə olur. Glikogen isə heyvanlarda olur, göbələklərdə olur. Eyni canlıda da bu ola bilməz. Nişasta bitkilərdə var. Pektin maddəsi isə bitkilərdə olur. Pektin, selüloza bitkilərdə var. Nişasta, saxaroza bitkilərdə olur. Bəli, amma selüloza bitkilərdə, glikogen göbələklərdə, heyvan hüceyrələrində rast gəlinən karbohidratdır. 29-a baxırıq. Sual işarəsinin yerinə yazıla bilər. Monosaxarid, disaxarid, polisaxarid. A. Bioloji katalizatordur. Bioloji katalizatorlar fermentlərdir. Fermentlər şəkərlərə yox, zülallara aiddir. Yəni bu yazıla bilməz. Polimerdir. Monosaxaridlər polimer deyil, monomerdir. Yazıla bilər. Suda həll olurlar. Xeyr, polisaxaridlər suda həll olunmur. Şirin dada malikdir. Polisaxaridlərin şirin dadı yoxdur. Karbon, hidrogen, oksigen, bəli, karbohidratların tərkibində əsasən karbon, hidrogen, oksigen elementləri var. Niyə əsasən deyirəm? Çünki elə karbohidrat var ki, məsələn, xitin. Onun tərkibində bu elementlərdən başqa azot elementinə rast gəlinir. 30. Canlı orqanizmlərin hüceyrələrində ən çox rast gəlinən makroelementlər. Makroelementlər hüceyrədə kütlə payı demək 0,1%-dən çox olan elementlərdir. Onlar içərisində ən çox rast gəlinən oksigen elementidir, karbondur, hidrogen və azot elementləridir. 31-ə baxırıq. Lipidlər canlı orqanizmlərdə hansı funksiyanı yerinə yetirir? Nəqliyyat funksiyası bu zülalda var. Məsələn, hemoqlobin zülalda. Enerji funksiyası, bəli, lipidlərin parçalanmasından 1 qram lipidin parçalanmasından 38,9 kilojul enerji ayrılır. Katalitik funksiya, yəni bunlar fermentlərin funksiyası zülallarda var. Hərəkət funksiyası zülalda var. Fermentativ funksiya yenə zülalda var, amma enerji funksiyası lipiddə də var, zülalda da var, karbohidratda da var. Lizosim molekulunun monomeri hansıdır? Lizosim demək, ağız boşluğunda olan bir fermentdir. Bu ferment qida ilə ağza daxil olan bakteriyalara öldürücü təsir göstərir. Ferment olduğuna görə zülal tərkiblidir. Zülalların da monomeri amin turşuları sayılır. 33-ə baxırıq. Yeni yaranmış komplementar DNT zəncirdən neçə timin nukleotidi olar? Bir zənciri verib, ikinci zənciri biz yaratmalıyıq və neçə timin olmalıdır? Biz də bilirik ki, timinə komplementar adenindir. Birinci zəncirdə sayırıq görək neçə adenin var? 1, 2, 3. 3 adenin varsa, bunun ikinci zəncirində qarşısında 3 dənə timin dayanacaq. Yəni, zənciri ümumi yazmağa ehtiyac yoxdur. 3 timin, cavab B variantı. 34. Zülalın hansı struktur səviyyəsinin formalaşmasında hidrogen rabitələri iştirak edir? Zülallar 4 quruluş səviyyəsində olur. Birinci quruluşu əmələ gətirən peptid rabitələrdir. İkincili quruluşu hidrogen rabitələri əmələ gətirir. Bizdə ikinci quruluşu soruşursa, biz onu hidrogen rabitələri ikinci quruluşda əmələ gətirir. Üçüncü quruluşda əsasən hidrofob rabitələr iştirak edir.
Dördüncü quruluşda hidrofob rabitələrdə ola bilər, hidrogen rabitələrdə ola bilər tərkibində. Həmçinin bundan əlavə dördüncü quruluşda olan zülalın tərkibində ion rabitələrə də rast gəlinir. 35-ə baxırıq. Karbohidratlar canlı orqanizmlərdə hansı funksiyanı yerinə yetirir? Karbohidratların enerji funksiyası var, energetik funksiyası var, inşaat funksiyası var. Biz burada enerji funksiyasını seçirik. 36-ya baxırıq. Plazmidlərin monomerləri hansılardır? Plazmidlər bakteriyalarda rast gəlinən DNT hissəcikləridir. Yəni tam DNT deyil, onun hissələridir. Bakteriyalarda rast gəlinir. Plazmidlərin bizdən monomeri soruşur. DNT hissəcikləri olduğuna görə DNT-lər nuklein turşularına aiddir. Nuklein turşularının da monomeri nukleotidlər sayılır. 37. Zülalın hansı struktur səviyyəsinin formalaşmasında hidrofob rabitələr iştirak edir? Hidrofob rabitələr üçüncülü quruluşda iştirak edir. Məsələn, üçüncülü quruluşda hidrofob disulfid rabitələr hesabına o zülal yumaq formasını alır. 38. Yalnız prokaryotlarda rast gəlinən reduplikasiya xüsusiyyətinə malikdir. 36-cı sualda demişdik plazmidlər haqqında. Bəli, plazmidlər özlərini törədə bilir, reduplikasiya eləyə bilir və ancaq bakteriyalarda, yəni prokaryotlarda rast gəlinir bu hissələrə. Bitkilərdə hansı kimyəvi elementin çatışmaması xlorofilin sintezini pozar? Xlorofilin tərkibində maqnezium kimyəvi element var. 40. Polisaxaridlərin suda həll olma qabiliyyəti azalır. Polisaxaridlər dediyi suda həll olmur, çünki onlarda monomer halqalarının sayı artanda həm şirin dadı itir, həm də suda həll olma qabiliyyəti azalır. 41. Polisaxaridlərin şirin dadı artır. İndi tam əksinə. Monomer halqaların sayı azalanda suda həll olması artır, həmçinin şirin dadı da artmış olur. 42. Suda həll olur. A vitamini, D vitamini, E vitamini, K vitamini yağda həll olan vitaminlərdir. Vitaminlər mövzusunda bunu bilirdik. Selüloza polisaxariddir, suda həll olmur. Amma glukoza, süd şəkəri, xörək duzu suda həll olur. B variantını seçə bilərik. 43. Suda həll olmur. Həll olmur deyirsə, selülozanı götürə bilərik. Polisaxarid olan selüloza suda həll olur. Glukoza monosaxariddir, suda həll olur. Dezoksiriboza da monosaxariddir, suda həll olur. Süd şəkəri disaxariddir, suda həll olur. A vitamini suda yox, yağda həll olan vitamindir. Polisterin də lipidlərə aiddir. Biz də bilirik, lipidlər suda həll olmayan, yəni hidrofob birləşmələrdir. 1, 5, 6-nı götürürük. C variantı. 44. Həm DNT, həm də ATF-in sintezi gedə bilər. Təbii ki, ATF sintezi mitoxondriyada gedir. Mitoxondriyada həm DNT var, özünü sintez eləyə bilir. Həmçinin variantlar içərisində məsələn xloroplast yoxdur. Yəni plastidlər olsaydı biz plastidləri də götürə bilərdik, amma 45-ci sualda deyəsən elə plastidləri seçirik. Həm DNT, həm də ATF-in sintezi gedə bilər. Bəli, xloroplastda ATF də sintez olunur. DNT-si olduğuna görə DNT-nin də sintezi baş verir. 46. Üzvü və qeyri-üzvü aləmin kimyəvi tərkibi arasında fərqin müşahidə olunduğu səviyyə. Fərqin ilk dəfə üzvü ilə qeyri-üzvü aləm molekulyar səviyyədə artıq bir-birindən ayrılır. Yəni molekulyar səviyyədə canlı ilə cansız fərqlənməyə başlayır. 47. DNT-nin bir zəncirindəki nukleotidlərin bir-birlə birləşməsi necə baş verir? Bir zəncirdə birləşmə bir nukleotidin karbohidratı ilə digər nukleotidin ortofosfat turşusu arasında baş verir. Baxırıq, yanaşı yerləşmiş nukleotidlərin pentoz alarıq. Xeyr,
Bir nukleotin azotlu əsası xeyr. Yanaşı yerləşmiş nukleotin yenə azotlu əsas var, xeyr. Bir nukleotitin ortofosfat turşusu ilə növbəti nukleotin azotlu əsası xeyr. Bir nukleotitin pentozası ilə, yəni karbohidratı ilə növbəti nukleotitin ortofosfat turşusu, bəli, bir zəncir bu cür yaranır. Bir nukleotitin karbohidratı, yəni pentozası digər nukleotitin ortofosfat turşusuna birləşir və bu zaman kovalent rabitə hesabına birləşir. Nukleotidlərin sayından bir vahid az da su molekulu əmələ gəlir. Bunu da unutmayın. 48. DNT-nin tərkibinə daxil olan azotlu əsasların molekul ölçülərinin nisbəti haqqındakı hansı müddət doğrudur? DNT-də olan 4 nukleotiddən adeninlə guanin həm kütləsinə, həm ölçüsünə görə bir-birinə bərabərdir. Adenin, guanin kütlə və ya ölçüsünə görə bir-birinə bərabər. Timinlə sitozin də kütlə və ya ölçüsünə görə bir-birinə bərabərdir. İndi biz hansı doğrudur? A-nın ölçüsü Q-dən böyükdür, xeyr, dedik bərabərdir. A-nın ölçüsü T-yə bərabərdir, xeyr. T-nin ölçüsü S-ə bərabərdir, bəli. 49. Nuklein turşularında neçə növ azotlu əsas mövcuddur? Nuklein turşularında adenin var, guanin var, timin var, sitozin var, bir də urosil də var. Düzdürmü? 5 növ azotlu əsas mövcuddur. 50. Polipeptid, polisaxarid, triplet, polinukleotid verilmiş ardıcılığa uyğun gələn maddələri sırayın. Polipeptid zülal seçməliyik biz burada. Miozin zülaldır. Bəli, əzələdə olan zülal miozindir. DNT ola bilməz, bu polinukleotid. C variantında zülal ola bilər, yağ ola bilməz, hemoglobin də ola bilər. Yəni A, C, Y variantı qaldı. Polisaxarid. Nişasta polisaxariddir, bəli. Nişasta polisaxarid, amma burada glukoza var, glukoza polisaxarid deyil. Qaldı A-nın C variantı. Triplet. AGS bir tripletdir, bəli. Amma adenin nukleotiddir, triplet deyil. Bir də 4-də polinukleotid, bəli, RNT, DNT onlar polinukleotidlərdir. Yəni A variantı uyğun gəlmiş olur. 51-ci sualı növbəti videoda izləyə bilərsiniz. Sağ olun.